Qaradağ rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsində nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılan şəxslərin barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1, yəni rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 311.3.2, yəni rüşvət alma təkrar törədildikdə, 311.3.3, yəni külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Məlumata görə əməliyyat zamanı digər şəxslər də saxlanılıb. Onlarla bağlı hələlik məhkəməyə təqdimat daxil olmayıb. Bir neçə şəxslə bağlı həbslə bağlı olmayan qətimkan tədbirinin seçildiyi də bildirilir. İstintaq davam edir. Başqa vəzifəli şəxslər də dindirilir. Əlavə saxlananların da olacağı gözlənilir. Qeyd edək ki, bu barədə məlumatı APA yayıb.